Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Esselatu vesselamu ala hayri halqih ve eşrefil enbiya vel murselin. Habibena ve habibi kulubena ve şefi'i zunubena ve habibi ilahil alemin. Ebu'l Kasım Muhammed ve alihi tayyibine tahirine ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin. Ve kâlellâhul hakim fil kitabil mubin. Euzu billahi mineşşeytanirracim. Ve iz qâle rabbuke lil melâiketi inni câilun fil ard zi halife. قالوا أتجعل فيها من يفسد فيها ويسفك الدماء ونحن يسبح بحمدك ونقدس لك قال إني أعلم ما لا تعلمون. Bəqərə suresinin 30. ayəsində Allah Təbarək və Teala insanın xilqətinin xəbərdarlığı olan günü, elan olunan günü qeyd edir. İlk dəfə olaraq Allah mələikələrinə bugün istəyirəm yeryüzündə bir xəlifəmi yaradan, nümayəndə yaradan, bunu elan edir aşikar surətdə. Və mələikələrin də ona müəyyən suallar olur və bu suallar da hamısı əsaslı bir suallar verirlər və Allah Təbarək və Teala da onların suallarının qarşısında onlara lazım olan cavabı verir. Bu ayə də bunun haqqında yazılıb, bunu izah edir, qeyd edir. Bu ayənin oxunuşundan, tərcüməsindən məlum olur ki, bu ayə insanın şəxsiyyəti, insanın digər məxluqlardan üstün olması, əşrəfil məxluqat olmasını Allah necə şəkildə mələikələrini izah edir. Bu insanlara layiq olduqları və layiq ola biləcəkləri bir məqamı da Allah Təbarək və Teala burada insanlara işarə edir. Mən bu ayənin qısa tərcüməsini inşallah qardaşların nəzərinə çatdıracağım. Ondan sonra bir balaca bu ayənin barəsində, ətrafında söhbət edərik. Və iz qalə rabbuka, o zaman ki sənin Rəbbin lil mələikətu, mələikələrə dedi ki, inni cailun fil ardı xalifə, mən istəyirəm yeryüzündə öz xəlifəmi yaradam, nümayəndəmi yaradam. Burada xəlifədən məqsəd Həzrəti Adəm idi, istəyirəm Adəmi yaradam. Qalu ətəcəalu fīhā mən yufsidu fīhā və yəmsfiqud dimā. Mələikələr cavab verdilər, bu cür dedilər, ilahi, sən bir məxluq yaratmaq istəyirsən ki, onlar gələcəklər yeryüzündə fəsad törədəcəklər, qan tökəcəklər, belə bir şey yaratmaq istəyirsən. Və nəhnu nusabbihu bihamdik və nuqaddisu lək. Bizlər sənə həmişə təsbih deyərik, biz sənə ibadət edərik, biz səni müqəddəs tutarıq. Qalə inni a'lam ma la ta'lamun. Allah Təbarək və Teala bunların sözlərinin müqabilində buyurdu ki, mən bunları yaratmaqdan məqsədim bir şeydir ki, bir şey bilirəm ki, siz onu bilmirsiniz. İz qalə rabbükə, o zamana dəlalətlir ki, Adəmin yaranışını elanı zamanıdır bu. Allah Təbarək və Teala iz qalə rabbükə sözündən, yəni sənin Rəbbin zamanı ki, bu sözləri dedi. O zaman nə zaman idi? O zaman idi ki, Həzrəti Adəm, yəni ilk insanı Allah yaratmaq istəyirdi. İstəyir o zamana xüsusi işarə eləyə. Yəni biz yaranışımıza hər zaman ki, Quranı açıb qoyduq qabağımıza və gəldik Bəqərə surəsinin 30-cu ayəsinə çatdıq, oradan oxuyuruq. İz qalə rabbükə, bir zaman sənin Rəbbin bu sözləri buyurdu. O nə zaman idi? Bizi aparacaq hara? İndi bir nəfər deyir, 50 il bundan qabaq filan məsələ filan cür olmuşdu. Tarix oxuyuruq, deyir, 2 əsr bundan qabaq filan məsələ, 14 əsr bundan qabaq filan məsələ. Amma bu tarix sənə tam başqa bir o keçmişi xatırladır. O keçmiş hansı keçmişdi? O keçmişdi ki, hələ insan yoxdur dünyada.
Hələ insan yaranmaq məsələsi müzakirə olunur. Allah istəyir o tarixə xüsusi işarə eləyə və bizim də nəzərimizi o tarixə cəlb eləyə. Ki, görə ki, bilək ki, o keçmiş mühüm bir keçmişdir. Yəni, hələ biz artıq o keçmişdən insandan danışmaq mümkün deyil. Hələ insan, hələ Adəm yoxdur. Hələ Adəmin müzakirəsi gedir. Allah təbarək və təala məşvərət edir mələkələri ilə bu barədə. Və əvvəlin məqsəd də bu idi ki, Allah təbarək və təalanın öz istəyi idi bu. O ikidir, İnni canun fil ərd, xəlifə, mən istəyirəm, mən yaradıram. Allah təbarək və təala mələkələrə bu cür demir ki, yarataq, yaratsa o nətər olar filan, bu cür məsələ yoxdur burada. Allah təbarək və təala qəti fikri var bu barədə. Artıq qəti sözün buyurur ki, belə bir şey yaranacaq. Sadəcə olaraq siz xəbərdar olun bu işdən. Biləsiniz ki, belə bir məsələ olacaq. Bu, yəni insanın yaranışı tam Allahın istəyidir, tam Allahın iradəsidir. Və həmçinin də bu insan gərək öz qədrini bilsin ki, Allah da bunu istəyib yaratıb. Bu gözəl bir şeydir. İndi biz cəhənnəm haqqında ayələr filan oxuyuruq. İnsanlara Allah istəməyib ki, yaratsın, aparıb cəhənnəmə tökər. Biz bəzən deyirik ki, görürsən, Allah bizi bağışlayar, bağışlamayar. Allah özü istəyib, sən istəməmişdin ki, sən Allah yaratsın. Allah özü istəyib səni yarada. Sən gərək bunun qədrini biləsən ki, mənim yaranışımın, xilqətimi hər kəsdən əvvəl Allahın iradəsidir. İnsanın yaranışı. Bu, insan üçün böyük bir işdir. Və nə üçün yaradır? Fil ərdi xəlifə. Mənim nümayəndəm olar. Xəlifənin mənası nədir? Nümayəndə. Yer üzündə mənim nümayəndəm olar. Allahın mələkələri var idi də. Amma buyurdu ki, xeyr, mən istəyirəm də nümayəndəm olar. Biraz bu mələkələrdən biraz yox, daha çox. Mələkələrdən də üstün bir məqamdır. Yəni siz varsınız, istəyirəm bir də nümayəndə ola yer üzündə. Artıq sizdən daha yuxarı bir mərtəbə. Bu Adəmin yaranışında Allahın istəklərindən biri də budur ki, o Allah yaranan insan, həmin yaranan xəlifə, əgər Allahın nümayəndəsisə gərək onun sifətləri ilə də bürünsün. Kərim Allahın bəndəsi də kərim olmalıdır. Rəhim Allahın bəndəsi də gərək rəhim olsun. Bir Allah ki, mehribandır, gərək onun bəndəsi də mehriban olsun. Pak və münəzzəh olan Allahın bəndəsi də gərək pak və münəzzəh ola. Bir ölkənin bir nümayəndəsi başqa bir ölkəyə gedəndə həmin ölkəni nə edir? Misal, o təmsil edir orada. Onun sözü həmin dövlətinin, o ölkənin, bütün ölkənin sözüdür. Əgər bir günlərindən böyüklüyündə ölkə olur olsun, əgər bir ölkənin bir səfiri bir ölkədə bir söz danışırsa, nümayəndəsi, bu deməkdir ki, bu bütün o ölkənin niyyəti, sözü budur. Artıq o ölkənin bütün hamısını bağlayar. İstəyir onun ölkənin əhalisinə sahib 1 milyard olsun, dövləti də nə böyüklüyündə olur olsun. Əgər nümayəndə bir söz danışdırsa, bütün ölkəni bağlayar. Allah təbarək və təala biz insanları bura üsyan etmək üçündür. Ona nümayəndə olmaq, xəlifə olmaq üçün göndərib. Eyni zamanda da gərək biz onun sifətlərinə bürünək, onun sifətlərindən özümüzə bir pay alaq. Müəyyən şeyləri özümüzdə yaşadaq, yarataq. Bir məqamı da budur ki, Allah bunu eləməklə də insanın, Adəmin məqamını mələkələrdən yuxarı qaldırdı. İnşallah gələcək ayələrdə biz 9 ayədən ibarət bir bəhsdir bu. İnsanın yaranışı, ilk insanın yaranışı, Adəmin yaranışı və mələkələrlə olan məsələlər, İblisin səcdə etməməsi və onun olan məsələlər 9 ayədən ibarətdir ki, inşallah biz hamısını bu məclisə çatdıra bilmərik.
Amma biz gələcəkdə oxuyacaq ki, inşallah ki, necə Allah Adəmi üstün elədi mələkələrlə, hansı sözlər işlətdi, hansı kəlmələrlə Allah bildirdi mələkələrlə ki, bu Adəm sizdən üstündür. Bu bir dəyərdir insan üçün. İnsan əgər həqiqətən Allaha eləyə bilər ki, layiqli bəndə olan mələkələrdən üstün olur. Neçədən əməllər Həzrət Peyğəmbərdən və İmam Əimmət Aleyhisselamdan bizdə gəlib nazil olub, deyilib ki, əgər bu işləri görsöz mələkələr həsrət qalarlar. Hətta Həzrət Cəbrailin dilindən deyir ki, Həzrət Cəbrail neçə dəstəni görəndən sonra istəyib insan ola. Deyib, kaş mən də insan olaydım. Və bu ləyaqət və bu dəyər ki, insanlara verilir, mən də ona sahib olaydım. Məsələn, bir günləri yığışırıq, biz cümə namazı qılırıq. Ümumiyyətlə yolmaya namazlarında, cəmaat namazını yığışırıq. Bunlardan biridir ki, Həzrət Cəbrail deyir, mən baxıram, görürəm ki, Allah bu insanlara nə qədər savab verir. Kaş mən də insan olaydım, o savabdan mən də bəhrələnəydim. Ki, belə bir hədislərimiz bizim çoxdur. O şeylərdən ki, Allah Adəmə nəsib eləyib, bunu heç bir məxluqata nəsib bilməyib, ağıl və düşüncədir. Allah heç mələkələrinə danışıq qabiliyyəti verməyib. Onlar hissiyatla hiss eləyirlər. Onların xüsusi öz danışıq qabiliyyətləri var. Amma bizlərə Allah nitq verib. Heç heyvanların da bu əlində belə bir imkanı yoxdur. Əql və şuurdan uzaqdırlar. Hissiyatlarla davranırlar. Sadəcə olaraq ağızlarından çıxan bir xüsusi özlərinə məxsus səslərlə bir-birlərinə müəyyən əlaqəni saxlaya bilirlər. Amma insan qədərin bu qədər neymətə sahib çıxa bilmirlər. Və onlarda yaddaş sistemi də yoxdur. Onlar unutqandılar. Onlar heç vaxt yadda saxlaya bilməz ki, bu mənim anam idi, bu mənim atam idi, bu mənim bacımdır. Bunlarda hələ bir məfhum da yoxdur. Yalnız insana verilib bu. Ki bunu da bəşərin heç bir məxluquna Allah nəsib eləməyib ki, insanlara nəsib eləyib. Hər şeydən də artıq Allah bütün neymətlər ki, yaradıb dünyada, hətta bu ayədən qabaq bir ayə var. Huvəlləzi, Allah buyurur, o Allahdır ki, xələqə ləhum ma fil ardı cəmi'a, yer üzündə hər ney var sənin üçün yaradıb, sizin üçün yaradıb. Allah insana buyurur. Deyir ki, o həmin Allahdır ki, yer üzündə hər nə var sizin üçün yaradıb. Bu neyməti Allah təbarək və Teala verib insana. İkinci bir məxluqu sən tapa bilməzsən ki, Allah onun barəsində belə bir söz vursun. Hətta bütün məxluqlar ki, yer kürəsində var, onlar hamısını insana xatir yaranıb. Bu da Allahın insana verdiyi dəyər. Fil ərz ki, yer kürəsi nəzərdə tutulur. Bir çox ayələrdə fil ərz hələ torpağın özüdür. Ərz ümumiyyətlə yerə deyirlər. Quranda da bir çox, biz oxuyanda görürük ki, ərz nədir? Ərz yerdən danışılır. Amma ərzin danışmaqdan məqsəd də bir çox ayələrdə xüsusilə torpağın özünə işarə olunur. Xüsusilə torpağın. Bunda çox bir əhəmiyyətli bir məsələ var. Mən bu məsələni deməyimdən məqsədim var. Əvvəlin məqsədim budur ki, biz vaxt ki deyirik ki, torpaqdan, daşdan, yiyilən və giyinən şeylərdən nəm başqa, onlar heç. Qaldı ki, torpaqdan və daşdan əmələ gələnlərə onlara ancaq səcdə caizdir. Torpağa və daşa təbii bağlılığı olan bir şey səcdə caizdir. Əsas səcdənin caiz olduğu yer torpaqdır və daşdır. İndi birdən bir nəfər əgər torpaq tapılməsə, həsrə də başını qoya bilər. Heç o da olmasa, ağacdan yarandığı üçün, ağacdan əmələ gəldiyi üçün başını kağıza da qoya bilər. Çünki o da torpaqdan yaranır, ağacdan ya, ağacdan əmələ gəlir.
Amma yeyilməsi, içilməsi, yeyilməsi və giyinilməsi mümkün olan şeylərə səcdə olmaz. Bunu batıl eləyər. Əvvəla bizim səcdəgahlarımız bizim əvəzimizdən qiyamətin günündə şəhadət verəcək. Ki, torpağın şəhadəti ilə heç bir şəhadəti müqayisə etmək olmaz. Çünki torpaq, Adəm yaranmamışdan əvvəldə torpaq idi, bugün də torpaqdır və qiyamətin günündə də torpaq olacaq. Mən bunu hardan deyirəm sizə? Mən elə Qurandan danışıram. Allah təbarək və təala Quranda buyurur ki, mən sizi torpaqdan yaratdım, torpağın üstündə qərar vermişəm və torpağı da qaytaracam. Və qiyamət ailələrində də baxırsan ki, o günlərdə insanları hardan qaldıracaq? Yəni torpaqdan qaldıracaq. Yəni torpağın baqiliyi, torpağın qalmağı digərlərindən heç müqayisə oluna bilməz. Bir sintetik xalça ki, onun əvvəli, yəni o əmələ gəlməsi neftəndir. Onlar hamısı mayelərdir. Yəni sən onu yandırandan sonra onun heç külü də qalmır. O sadəcə bir hava olur, çıxır gedir. Onun şəhadəti də özü kimi bir hava olacaq. Yəni şəhadət qabiliyyəti yoxdur bunun. Şəhadət qabiliyyəti olan bir şey varsa o da torpaqdır. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bugünə qədər dünyada nə qədər üsyan baş veribsə, yeyilməli və geyinilməli şeylərin üstündə olub. Onlara səcdə olmaz. Nə qədər üsyan baş veribsə, qardaş qardaşın qanını töküb 5 manata görə, nəyə görə? Bunun da axırı qarına gedib çıxır. Giyinilməyə gedib çıxır. Bunlara görə üsyan olunub, bunlara səcdə olmaz. Həzrət Peyğəmbərdən bir hədis var, buyur, Cu'ilət liyə əvzu məscidən və təhura. Allah bizlər üçün torpağı məscid və paklıq üçün qərar verdi. Yəni səcdə olunmaq üçün və paklıq üçün qərar verdi. Allah torpağı biz üçün bu cür yaratıb. Torpağın belə bir əhəmiyyəti var. Odur ki, bugün məsələn deyək ki, əgər biz Məkkəyə gedirik, bəziləri deyir, möhür qoyurlar qabaqlarına, nə bilim, belə bir iradlar var Cəfəri məzhəbinə ki, güya bütpərəstliyin əlamətidir, amma mən əksini deyirəm. Mən deyirəm ki, mən bir gün xalçanın üstünə məsciddə getirib torpağı tökə bilmərəm. Bayırdan bura daş getirsəm, xalça bulaşar. Ya bir qardaşın evinə mən qonaq getsəm, bu hərəkət eləsəm, hörmətsizlik olar. Odur ki, mən nə edirəm? Mən torpağı, çünki səcdə torpağı yalnız caiz olduğu üçün, torpağı yaşlayıram, bərkidirəm, onu kəsə yalına getirirəm, qoyuram qabağıma və ona səcdə edirəm. Amma o insanlar ki, bunu bütpərəstlik kimi qələmə verirlər, mən onlara indi cavab vermək istəyirəm. Zamanında bütpərəstlər də xurmadan büt düzəldirdilər, ona sitayiş edirdilər, sonra onu yeyirdilər. Və yaxud giyinməli şeylərdən bütlərinə paltar giyindirdilər, sonra özləri də giyinirdilər onu. Bugün sizin də səcdə etdiyiniz şeylər ondan başqa bir şey deyil. Onlar da öyle giyinilməli, yiyilməli bir şeylərdir. Odur ki, bu iradə eləyəndə diqqət eləmək lazımdır ki, biz nəyi iradə edirik? Özlərinin də qanunları ilə və fikrləri ilə budur ki, torpağı olunan səcdə caizdir. Bunu hardan deyirəm? Bunu mən neçə dəfələrlə Allah bizə nəsib eləyib. Biz Kəbəni ziyarət eləmişik, burada hacılarımız da var. Orada da icazə yoxdur ki, kimsə getirə yaylığın sərə qabağına, kimsə daha orada mərmərdir, özü təbii mərmərdir, dağdan kəsilən. Heç mənim orada möhrə də ehtiyacım yoxdur. Mən nə işim var orada möhrü gətirim? Möhür mənim üçün nəyi lazım idi, nəyi dəyişirdi mənim üçün? Çünki yer xalça idi, mənə möhür lazım idi, daş lazım idi. Kəbədə artıq mənə möhrə ehtiyacım yoxdur, çünki yer artıq nədir? Daşlı və onu da caizdir.
Amma bizi hansısa bir məscidə aparanda ki, oranı biz ziyarət eləyək, onda bizə möhrə ehtiyac olur, bəli. Ona görə ki, sən mənim elədiyim səcdən gərək caiz olunan bir şey ola, caiz olmayan bir şey olmaz. Və torpağın bir başqa xüsusiyyəti də budur ki, bu torpağın bir də maddi tərəfi var. Maddi tərəfi, nəyə görə bunu deyirəm? Çünki Quranda mələikələr Allahdan bu sözü soruşdular. Bəziləri deyirlər, bunu iradə ediblər. Məsələn, buyururlar ki, qalu ətəcəlu fīhā mən yəfsidu fīhā və yəsfiqud-duma. Bir məxluq yaradırsan ki, onlar fəsad edəcəklər, qan tökəcəklər. Bəziləri deyirlər ki, güya bundan qabaq insanlar olub, Adəmdən qabaq. Onlar orada qan töküblər, fəsad ediblər, görüblər bunlar mələkələr, ona görə iradə edirlər. Bəziləri bir başqa söz deyir, amma ən gözəl söz budur ki, Allah ki buyurur, mən onları yer üzündə yaratacağım, orada torpaqdan danışır. Torpaqdan danışanda artıq bilinir ki, torpaq maddiyyata bağlıdır. Yəni torpağın üstündə əgər yaranacaqsa, maddiyyat olan yerdə mütləq fəsad olacaq. Maddiyyat yalarsa, orada mümkündür qan tökülməsin. Budur ki, mələkələr oradan anladılar ki, əgər ərzdən söhbət gedirsə, artıq bu maddiyyata bağlıdır, maddiyyatdan da fəsad çıxacaq, bunlar da fəsad əhli olacaqlar. Necə ki, bugünün dünyasında biz bunları müşahidə edirik. Və bunların heç bir Allaha təbarək və teala'ya qarşı irad kimin qəbul eləmək olmaz ki, Allaha bunlar irad tutdular bunu. Əgər sən onu qəbul eləsən ki, Allah təbarək və teala bunlar irad tutdular, bir günləri onların sözü yerini tutub. Bunun da bir başqa açıqlamaları, şərhləri var ki, o məsələlər üçün çox uzaqdır bu məsələ. Başqa bir mühüm məsələlər var bu ayənin ətrafında ki, biz bunun özünə heç tam tutara bilmirik bu ayəni ki, bundan əlavə 9 ayə sırf bu barədə danışır. İnşallah gələn məclislərimizdə Allah bizlərə nəsib eləsə, məsləhət bilsə, biz bunları söhbət edərik. Allah bizləri Allah təbarək və teala'nın özünə layiq olan bəndələrdən və nümayəndələrdən qərar versin inşallah. Allah bizləri üzqara bəndələrdən eləməsin. Bismillahirrahmanirrahim vəl-əsr innəl-insana ləfī xusr illellezina amanu və amilussalihat və təvasav bil-haqq və təvasav bis-sabr. Rabbil alamin. Vəssalatu vəssalamu ala abdillah və rəsulih və səfiyyihi və habibih və hafizə sirri və müvəlliğə risaleti və səyyidina və nəbiyyina və mevlana Resulullahul Amin və habibina və təbibi nüfusina Abul Qasimil Mustafa Muhammed və ala Ali Emirul Mu'minin vəl Hasan vəl Hüseyin və Ali ibn Hüseyin və Muhammed ibn Ali və Cafer ibn Muhammed və Musa ibn Cafer və Ali ibn Musa və Muhammed ibn Ali və Ali ibn Muhammed və Hasan ibn Ali vəl Hüccətul Qaim bil-Haqq Allahümme əğfir lana vəl valideyna vəl ustazna vəl mən haqqun aleyna وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ الْأَحْيَاءِ مِنْهُمْ وَالْأَمْوَاتِ Tanıştığımız mövzunun əsası buydu ki, Allah təbarək və teala istəyir Adəmi yarada artıq fikrin söyləyir mələkələrinə və mələkələr də buna qarşı bir irad ortaya qoydular, sual ortaya qoydular ki, sən elə bir məxluq yaradırsan ki, onlar gələcəklər, qan tökəcəklər, fəsad edəcəklər. Adəmin ilk yaranışından sonra dünyaya gələn iki qardaş Habillə Qabil qardaşlarının arasında baş verən münaqişə bir daha maddiyyatın və maddi dünyanın nə qədər həqiqətən fəsad dolu və üsyan dolu olduğunu göstərdi. Ki Qabil Habili maddi münaqişədən, nəfsi münaqişəyə xatir öldürdü. Həzrət Əli Aleyhisselam Nəsül Bəlağədə buyurur ki,
bundan sonra dünyada nə qədər qan töküldü. Yəni Qabilin cinayetindən sonra, Qabilin Habili öldürməsindən sonra dünyada nə qədər qan töküldüsə, bütün cinayətlərin günahına hamısı Qabili şərikdir. Çünki ilk dəfə insana insan öldürməyini yolunu göstərdi. Artıq göstərdi ki, insanı öldürmək olar, mümkündür bu. İz açdı onlar üçün, hamısına şərikdir. Ümumiyyətlə dünyada hər kim bir dənə iz qoyursa, əgər bu yaxşı izdirsə, izi yaxşı qalır. Pis izdirsə, onun izi də elə pis qalır. Onun icad eləyəni, mövcud eləyəni, ondan sonra ərsəyə gətirəni, onun üçün zəhmət çəkəni hamısına qarğış eləyirlər. Onu lənətləyirlər hələ bir adamları. Bugün dünyada da biz baxırıq, görürük ki, eyni proseslər gedir, eyni vəziyyət, eyni ilə davam edir. Bugün bütün müsəlmanların qəlbi gözü olan Fələstin torpaqları, işğalı və onların xalqının soyqırımı davam edir. Və buna dünya ictimaiyyəti də bir mənalı baxırlar. Hərə öz fikrin özü kimi qəbul edir. 150 dənə dövlətin rəsmi surətdə Fələstin dövlətini tanınması beynəlxalq arenada bunlar üçün mühüm bir məsələdir. Onlar rəsmiyyətin məsələləridir. Oradan da 126 ölkə deyilənlərə görə artıq tanınmış vəziyyətdədir. Yəni tanıyırlar, artıq Fələstin dövlət kimi tanıyırlar. Amma bir gün görürük ki, bəzi o qüvvələr ki, xüsusilə başda Amerika və onların siyonist rəhbərləri dünyaya demokratiya mesajı verirlər. Hələ bizim ölkəmizə də. Bütün müsəlman dünya ölkələrinə bir gün qoşun yürütüblərsə, qan töküblərsə adını demokratiya qoydular. İraqda tökdükləri qanın adı demokratiya oldu. Əfqanistanda ki, insan azadlığı, insan hüququ pozulur deyənə gedib insanların qanını tökdülər. Bugün nəzən törətdiyi bütün cinayətlərin adı demokratiya idi ki, biz bunların demokratiyalarına da, səmimiyyətlərinə də əslən inanmırıq. Ancaq artıq bugünləri onlar özləri gətiriblər öz sifətlərini, yəni daxili sifətlərini, əsl sifətlərini ortaya qoyurlar. Əgər demokratiyadırsa bugünləri Fələstinin də dövlət olmasın, heç bir qəbahəti olmasın gerək. Amma bunlar etiraz edirlər. Etiraz edirlər özləri, heç digər ölkələrə də bunu təhdidlə, qorxu ilə, hürkü ilə deyirlər ki, nəbadı tanıyasınız. Niyə? Bəs sən demokratiyadan danışırdın. İnsan azadlığı hara qaldı bəs? Bəs insanlar bir-birinin hüququnu geri qorumalıydı, dövlət də bununla mükəlləfdir. Bu sözləri sən danışırdın bu günləri. Amma məsələ Fələstindirsə, məsələ burada müsəlmanların qəlbi olan Qüdsdürsə və məsələ burada İsrailin təhlükə altına girməsidirsə, sən artıq bu günləri o demokratik sifətindən çıxdın, yenə faşizmin, köhnə faşizm sifətinizə qadırsınız ki, bunlar sizin hələ əsl sifətləri də odur. Ki, bunların da səmimiyyətinə heç kim inanmasın. Amma biz Fələstin xalqına və Allah Təbarək və Teala'nın qarşısında əminliklə danışa bilərik ki, istəyirlər onlar rəsmiyyətdə Fələstini dövlət kimi tanısınlar, istəyir tanımasınlar. İstəyirlər onlar Fələstinə qarşı nifrət bəsləsinlər, istəyirlər məhəbbət, möminlərin qəlbində Fələstinin dövləti də, özü də, xalqı da daim rəsmi tanınmışdır. Onlar bizim qəlbimizin ən yaralı yeridir. Müsəlman dünyasının axan qanıdır Fələstin. Hər bir müsəlman gərək evində bunu daim özündən yaşasın. Necə Qarabağın dərdini, sərini, oradakı vəziyyəti düşünməliyiksə, bizim boynumuzda Qarabağ qədər Fələstinin də düşünmək haqqı var. Eyni zamanda bu cinayətlər tək Fələstində deyil, Bəhreyində də görürsən ki, yenə bir gün davam edir. Yenə Saudiyyənin qoşunları və onların əl birlikləri, yəni Bəhreynin öz krallığı, Bəhreynin Şiə xalqına qarşı amansız bir zülm eləyirlər ki, dünən də 14 yaşında bir uşağı durduğu yerdə öldürdülər. Bunlar bu qədər cinayətkardılar. Zalimin sifəti budur. Zalim daim qorxaq olur. Zalimlərin xüsusiyyətlərindən birincisi budur ki, onlar qorxaq olurlar. Qorxudan da hər kəsi öldürərlər. Hər kəsin başını kəsərlər. Amma narahat olmasınlar. Fironun başına gələn məsələ mütləq zalimlərin hər birinin başına gələcək. Fironun qorxduğu bir şey var idi.
Qorxduğu bir şey o idi ki, deyirdilər, Bəni İsraildən bir övlad gələcək, səni öldürəcək, kahinlər yuxu görmüşdülər. O da Bəni İsrailin nə qədər övladı var, oğlan uşağı olurdu, hamısını öldürürdü. Qorxudan öldürürdü onları. Qorxudan öldürürdü ki, onu öldürməsin sonra o. Amma Allah təbarək və Teala Musanı Həzrət Fironun öz evində bəslədi. Öz evində bəslədi, axırda da Həzrət Musanın əli ilə onun axırına çıxdı. Bütün zalimlər bu prosesi yaşayacaqlar. Onlar ki, bugün hər nədən qorxurlar, Allah hələ onları onunla məhv edəcək, aradan aparacaq. Zalimin başqa bir yolu yoxdur. Və bu sonunda da inşallah bütün mömin qardaşlara bir sevindirici bir xəbəri də deyim ki, əlbəttə bu sevindirici xəbər olmasın gərək, amma müsəlman dünyasına nə bir vəziyyətə salıblar ki, biz belə şeyləri eşidəndə artıq sevinirik. Allahın əmrini bərpa eləmək vacibdir. O namazı bərpa elində sevindirici olmasın gərək. Bizim qardaş ölkəmiz Türkiyədə artıq heç bir təhsil ocağında hicab problemi qalmadı. Hicab problemi onlarda 14 ildən sonra, o qədər əziyyət və çətinliklərdən sonra götürdülər və artıq Türkiyədə demokratik bir ölkədə, qardaş bir ölkədə artıq hicabla məktəblərə getmək olar. Bu o da deməkdir ki, Türkiyə kimi demokratik nətərdilər bir cumhuriyyətdə əgər bu mümkündürsə, demək bu Azərbaycanda da mümkündür. Daha bunun bir bəhanəsi qalmadı arada ki, biz bir şeyi nümunə göstərək, bəhanə göstərək. Əgər bizə İsraili bəhanə göstərirlərsə bizim sözümüz yoxdur. Amma Türkiyəni artıq bəhanə göstərə bilməzlər. Çünki Türkiyədə bu məsələ həll tapıb və biz də ümidvarıq ki, inşallah Azərbaycanda da bu həll tapacaq və bu qədər möminlərin səyi var bunun üstündə, imzalar toplanıb, müraciətlər olunur. Yəqin ki, inşallah buna da müsbət cavab verilər. Allah'tan ümidimiz budur ki, Allah bizlərə agah müsəlmanlardan qərar versin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ahad. Vesselamu aleyküm ve rahmetullah.